gün Nur Ocağı'nın şairəsi Şəfəq xanımın işığına yığılmışıq. Gözəl ana. 2 dənə ay parçası, gözəl qızın anası. Özü xanımlar xanımı, gözəl şairəmiz. Uğurlarınız bol olsun. Mən Şəfəq xanımı Nur Ocağı'nın da qabaq tanıyıram. 1-6-7 ildir tanıyıram. Lap əvvəldən başqa bir qruplarda Şəfəq xanımın əyani də görüşmüşük də, oturmuşuq da. Şəfəq xanım öz yaradıcılığıyla Bəyək Səlib xanım şey dedi. Dəfələrlə deydim, Şəfəq xanım, mənim sevdiyim şeydir. Ayrıca nə demə. İndi bugün təsadüfə bax ki, Səlib xanım həmin çok sevdiğim o da. hər şey dedi. Və bugün mənim Gəncə gözəllərindən biri də var burada. Gəncə gözəlim, mən yox, Gəncə gözəl demirəm. Göygöl gözəlim. Aysa bu Göygöl. Göygöl gözəlim Nalə xanım da burada. Güzellerden biri. Bəli. 3 bacıdan biri. Belə götürəndə indi 4 bacı, 5 bacıdır. İndi 5 bacıdan biri. Hər birinizi salamlayıram. Mənim üçün çox xoş oldu. Həm sürpriz oldu həqiqətən də. Həm sənin xanımın gəlişi münasibətilə, həm hamımızın yenə toplaşdığımız üçün çox şadam, çox sevindim həqiqətən də. Dəyərli qonaqlarımız var və dostlarımız bir aradayıq və Şəfəq vilayət qızı haqqında mənim üçün saatlarla danışsam az olar. Biz 3 bacıyıq, bəllidir, Nur Ocağı'nın 5 bacıyıq. Biz hamımız bacıyıq, amma biz əsasən dostluğumuza görə 4 dostuq. Bir nəfər də Müşfiq müəllimin özüdür, bu bəllidir. Yəni bunu qeyd eləməmək mümkün deyil. Hər biriniz var olasınız və Şəfəq xanımın yaradıcılığına gələndə demək olar ki, hər gün bir-birimizlə əlaqə saxlayırıq, telefon söhbətlərimiz var və yeni şeirlərimizi bir-birimizə oxuyuruq və yaradıcılığımız var, hər gün tanışıq. Və mən öncə qrup Nur Ocağı rəhbərimiz Seyran xanımı çox təşəkkür edirəm, var olsun deyirəm ki, bizi hər vaxt həm Bakıda, həm burada Gəncədə toplayır və tədbirlərdə iştirak edirik. Və mən bunu da deməyə bilmərəm. Hər yerdə olduğu kimi qeyd edirəm, Seyran xanımın Nur Ocağı'nın adından təbrik edirəm. Bugün də Telli Sənəm jurnalının adından, Telli Sənəm xanımın özüm şöbə müdürü olan bizim Ədəbi Bədii Publisist jurnalının şöbə müdürəsi olaraq mən Nailə Nübaz hər birinizi yenidən salamlayıram, xoş gördük deyirəm və çox danışmaq olar Şəfəq xanımın yaradıcılığına keçək və burada mənim çox sevdiyim bir şeiri var. Bütün şeirlərini sevirəm. Səlbi xanımın dediyi kimi özümü yenidən yaratdım. Şəfəq xanım deyir və onun dilinlə oxuyuram bu şeiri. Qaysaq tutmuş dərin yaramı yenə, İncidib qanatmışam mən. Hicranın yükündə sınan, əylən, özümü yenidən yaratmışam mən. Azdım ünvanımın dərd dənizində, min bir cadar vardı ayaq izində, uyuya haqqın dizində, özümü yenidən yaratmışam mən. Dərdimlə bəzədim xonçalarımı, pozdum rəsimdəki son çalarımı, bir yerə toplayıb parçalarımı, özümü yenidən yaratmışam mən. Özümü yenidən yaratmışam mən. Sağ olun. Birini də oxumaq istəyirəm sizlər üçün. Bunu da qeyd edeyim ki, qrupun diktoru deyirlər mənə, Seyran xanım bu adı da mənə verib və çıxışımda bunu deməsəm olmaz. Bir şeirindən də fikrimi tamamlamaq istəyirəm. Keçərsən, biz insanlar doğrunu tez görmürük. Bəzən cənnət olur küllük, kömürlük. Belə getmə, üz çevirib ömürlük, bir gündə gəlib doğanaqdan keçərsən. İncitmə bu qədər sağın, solunu, üstünə qaçaram, açsan qolunu, cığırın olaram, assan yolunu, bir gün gəlib doğanaqdan keçərsən. Seçənmirsən, vallah doğru yanlışı, nə boğulma, nə də tutma qamışı.
Tək qalanda itirib dost, tanışı, bir gün gəlib doğanaqdan keçərsən. Bir gün gəlib doğanaqdan keçərsən. Arzularım budur ki, Şəfəq xanım, doğanaqdan yox, dostlar arasında olasan hər zaman, yanımızda olasan və biz hər birimiz sizi çox sevirik. Dostların dostu olasan, hər zaman dostluqda var olasan və mən də bacın olaraq sənə can sağlığı, uzun ömür arzulayıram. Var olasınız. Sağ olun.